Salam və vaxtınız xeyir əziz futbol sevərlər. Misli Premier Liqasında 9-cu turun oyunları davam edir. Və CBC Sportda hal-hazırda biz Zirə Sumqayıt oyunu sizlərlə birgə izləyəcək. Şərhçiniz Şəmsəddin Abbasovdur. 9-cu turda qeydə alınan nəticələrlə gəlin tanış olaq. Çox maraqlı nəticələr qeydə alınıb. Karvan Yevlax Turantovuz 1-2, Kəpəzi Mişli 0-3. Araz Naxçıvan Sabah oyunu Məhsuldar Heçəçə ilə nəticələndi. Bu oyun günün ilk qarşılaşması idi. Hal-hazırda Zirə komandası Sumqayıtla qonşu pillələri bölüşdürür. Sumqayıt 14 xalla 5-cidir, Zirə isə 13 xal toplayıb və bu göstərici ilə komanda 6-cı yerdə gedir. Heç şübhə etmirəm ki, olduqca maraqlı oyun bizi gözləyir. Zirə ötən o turdakı uğursuzluğu unutturmağa çalışmalıdır azarkeşlərinə. Sumqayıta gəlincə isə Sumqayıt komanda yoldaşını Ricardo Martins cərmə meydançasında da ötürməsini edir. Konate topa çatmadı. Qapıya zərbə uzaq məsafədən təhlükəli bir zərbə idi. Top qapının üstündən aşaraq meydanı tərk etdi. Ricardo Martins Guima bu zərbəni yerinə yetirən futbolçudur. Yankovic sol ayağı ilə zərbə indirir. Aydın Bayramov yerindədir. Rüstəm Əhmədzadə qapıya baxır. Uzaqdan qapıya zərbə. Aydın Bayramov cəhd edib topu tutmağa çalışmadı. Yumruğu ilə topu qaytardı. Gücdən zərbə yerinə yetiriləcək. İsmət, Junior Martins, Kima. Cərmə meydancasına ötürmə. Brahim Konate qapıya zərbə və top qapıdadır, gol! Brahim Konate! Brahim Konate! Oyunda hesabı açır. Zirə komandası qarşılaşmanın 36-cı dəqiqəsində Brahim Konate fərqlənir. Rəşad Sadıxovdur. Rauf Cabbarov baş hakim ikinci hissəyə başlama işarəsi verildi. Hər iki komandaya bir daha uğurlar arzulayırıq. Papunaşvili ona mübarizəni uduzdu. Elonir Vaskes. Vaskes qapıya baxır, zərbəsini endirir. Top qapıdan aralı keçdi. Ronaldo Vaskes. Solda Martins Junior var. Martins Junior topu qəbul edir. Mərkəzə doğru irəliləyir. Ötürməsini etdi Papunaşvili. Qapıya baxır Papunaşvili. Papunaşvilinin zərbəsi. Top düz Mehdi Cənnətovun olduğu nöqtəyə gəlir. Topu atıb qaçır. Rüstəmin sürəti hamıya bəllidir. Əhmədzadə qapıya baxır. Aldacı hərəkətlər. Qarşısında Mutinzi var, Konate var, Səbu Abdullazadəyə ötürmə. Onun zərbəsi qapçı Aydın Bayramov yerindədir. Yimadan topu aldı, irəlilədi, ötürməsini edir. Vaskes, Kefel, cərmə meydancasına ötürmə. Birbaşa qapıya zərbə idi bu. Brahim Konate, Baqamolski. Baqamolski. Topu itirir burada Igor Baqamolski. Mumini. Yankovic. Yankovic. Yankovic ötürməsini edir. Yankovic. Qapı qarşısına ötürmə və sonda Aydın Bayramov topu tutur. Rüstəm Əhmədzadə burada topa toxunsaydı top qapıdan da keçə bilərdi. Çatdıra bilmədi özünü Rüstəm bu topa. Cinzi. Mikels nə edəcək burada? Mikels alacaq hərəkətlər rəqibini keçmək istəyir. Leroy Mikels. Mikels ötürməsi edir. Qapıya zərbə və burada Mehdi Cənnətov komandasını real qoldan xilas edir. Brahim Konate ikinci qoluna çox yaxınlaşdı. Nihat Əhmədzadə. Burada Ryan Hacı zədələnir. Əzərəsini deyəsən dartıb. Ninkovic. Pinto.
Sağcına Umini topa çatdı. Ötürmə Aydın Bayramov topu qaytarır, daha bir zərbə. Rüstəm Əhmədzadə indi bərabərlik golunu vurmağa çox yaxın idi, amma çərçivəyə düşə bilmədi. Və beləcə Rauf Cabbarovun final fiti Zirənin Sumqayıt üzərində minimal hesablı qələbəsini rəsmiləşdirir.